Nəzərimcə Allah tanımaq mövzusunda ən birinci addım Allahın varlığının sübutundan sonra, Qur'an Allahın kəlamıdır, bunun sübutundan sonra elə Qur'anda olan Allahın adların bəhs eləməkdir. Adətən bizdə usulüddin, bu elm, bu ki biz bugün danışırıq, bu elm usulüddinə aiddir da, bilirsiniz usulüddinin birincisi tevhiddir. Usulüddinlə də məşğul olan elmə kəlam elmi deyilir, yadınızda qalsın. Əqaid elmi deyilir, kəlam elmi deyilir. Adlar müxtəlif də olsa eyni elmdir. Kəlam elmi, əqaid elmi. Bu elm bu cür adlanır. Usulüddindən, necə şəriət məsələlərini öyrədən elmə nə deyirlər? Fiqh elmi. Hə? Ona fiqh elmi deyirlər. Və yaxud hədisləri öyrənən elmə deyirlər rizal və dirayə elmi. O mövzuya, hər bir mövzuna məşğul olan elmin adı var. Usulüddinlə məşğul olan elmə deyərlər kəlam elmi, əqaid elmi. Adətən bu tevhid bəhsi də usulüddin elmindən olduğuna görə, usulüddin məsələsi olduğuna görə, kəlam elminə aid olduğuna görə alimlərimiz kəlam elmində bu bəhsi bəhs eləyəndə o klassik bir üslub var ki, elə hamı o üslubla gedər. Məsələn, başlayar birinci Allahın varlığının sübutu, Allahın varlığının sübutunda burhan dəlili, imkan dəlili, fəlsəfi dəlil, əqli dəlil. Mən istəmirəm o yolla gedək, o yolla gedək. Çünki o yol adətən biraz quru olur, biraz... Bir də ki, biz artıq danışırıq, müsəlmanlara danışırıq. Mən elə bilirəm ki, biz Allahın varlığına inanırıq, Allahın Quranın, Allah kəlamı olduğuna inanırıq. Mənim bu cümə xütbələrindən məqsədim, niyyətim Allahın varlığının isbatıdır. Allahı varlığı artıq bir üçün sübut olur. Mənim məqsədim Allahı sifətlərinin və adlarının vasitəsilə tanımaqdır. Hə, budur məqsədim. Ona görə o mövzuları elə bilirəm ki, bizi biraz da uzaqlaşdırar, bəhsdən kənarlaşdırar, uzun zaman, illər lazım olar ona. Ona görə ən gözəl mövzu bu barədə Qur'anın Allahın özünün bizə təqdimatıdır. Allah bizə necə təqdim eləyib? Qur'anda bilirsiniz də bir neçə Allahın adları var. İndi düzdür, mən dəqiq oturub özüm saymamışam, amma alimlərin sözlərinə görə təqribən 80-81 ad Quran-ı Kərimdə var. Sonra o adlar təkrarlanır. Məsələn, elə ad var ki, bəlkə Quranda elə ayə, səhv eləmirəmsə, Mücadilə surəsindədir. Mücadilə surəsi yeganə surədir ki, hər ayəsində Allah adı var. Hər ayəsində Allah sözü var. Hər ayəsində. Yəni, bir dənə baxın Mücadilə surəsinə. Elə ayəsi yoxdur ki, orada Allah sözü olmaz. Məsələn, Fatihədə Bismillahirrahmanirrahimdə Allah var. Amma Elhamdülillahda Allah var. Amma İyyəkə na'budu və İyyəkə nəstəində Allah kəlamı yoxdur, sözü yoxdur. Düzdür, Allahın sözüdür. Amma Allah adından danışıram. Allahın adı. Amma Mücadilə surəsində hər ayədə Allah, hər ayəsində var. İndi bir ad ola bilər ki, 100 dəfə, 1000 dəfə də təkrarlansın, ondan işim yox. Amma ümumi tək-tək götürəndə Allah Quranda 80 adın bizə zikr edib çatdırıb. O adları öyrənmək məncə daha mühümdür, daha əhəmiyyətlidir. Məsələn, Allah niyə özünə deyir, mən Allaham? Niyə deyir, mən Rəhmanam? Niyə deyir, mən Rəhiməm? Niyə deyir, mən Qəffaram? Niyə deyir, mən Mühəyminəm? Niyə deyir, mən Cəbbar? Niyə deyir, Mütəkkəb? Bunların hər birinin də mənası var. Hər biri də Allahın o sifətlər vasitəsi. Çünki bizim Allah tanımağa Allahın sifətlərindən və adlarından yaratdığı xəlqin arasında, yəni yaratdıqlarının arasında hikmətdən başqa onu tanımaq üçün başqa yolumuz yoxdur bizim. Biz ancaq adlarının vasitəsilə Allahı tanıyırıq, sifətlərinin vasitəsilə Allahı tanıyırıq və Allahın yaratdıqlarının hikməti vasitəsilə Allahı tanıyırıq. Başqa biz yolumuz yoxdur ki buna. Ona görə Quran-ı Kərimdə Allah Teala Taha surəsində 110-cu ayədə buyurur ki: "Və ya'lamu ma beyne eydihim və ma xalfahum və la yuhituna bihi ilma." Allah buyurur ki, Allah insanların ma beyne eydihim və ma xalfahum. Bunu tərcümə adətən ellər ma beyne eydihim, yəni qarşısında deməkdir. Xalfahum arxasında deməkdir. Yəni Allah insanların qarşısında olanları da bilir, arxasında olanları da bilir. Amma biz belə başa düşürük ki, bu ayədə məqsəd bu arxa, qabaq, bu deyil. Burada ma beynə əydihim, yəni bu dünyada hazır olanları da bilir və ma xəlfəhum, yəni arxadan məqsəd
gizlində olanları da bilir. Odur mənası. Ya'lamu ma beyne eydihi və ma xalfahum. Burada yəni insanın arxasındakiləri yox. İnsandan gizlin olan, o qeybdə olanları da bilir. O mənadadır. Ya'lamu ma beyne eydihim və ma xalfahum. Allah insanları bilir. Və la yuhituna bihi ilm. Amma insanlar isə Allahı elmlə əhatə eləyə bilmir. Bəli, həqiqətdə də budur. Və yaxud Ən'am surəsinin 103-cü ayəsində Allah Teala buyurur ki, la tudrikuhul əbsar. Gözlər Allahı dərk edə bilməz. Və huvə yudrikul əbsar. Allah gözləri dərk edir. İndi burada niyə Allah gözləri dərk edir? Əlbəttə bu müqabilədir, bu bəlağət və fəsahətdir. Gözlər onu dərk eləmir və o təkcə gözləri dərk eləmir, o hər şey biləndir. Və Əllamə Təbətəbainin Təfsirül Mizanda bu ayənin təfsirində çox gözəl incə bir nöqtəsi var. Buyurur ki, məsələn, bəzən ola bilsin ki, insan elə güman eləyər ki, elə xəyal eləyər ki, la tudrikuhul əbsar, insan ki, Allahı dərk eləyə bilmir, Allahı görə bilmir, onda belə çıxır ki, o rabitə kəsilir də. Yəni, çünki adətən bizdə necədir insanlarda? Əgər mən səni görə bilmirəmsə, sən də məni görə bilmirsən. Belə qarşılıqlı olur da. Birdən insanlar belə güman eləyərlər ki, Allah da biz, la tudrikuhul əbsar, gözlər ki, Allahı dərk eləmir, onda Allah da, Allah da onun cavabını verir ki, xeyr, siz dərk eləmərsiniz, siz görə bilmərsiniz, ancaq mən isə görürəm hər şeyi. Çünki ayənin sonunda da Allah buyurur ki, və huvə latiful xəbir, Allah lətif və xəbirdir. Xəbir yəni xəbərdar. Xəbir yəni xibrəsi olan, bizdə deyərlər, filan kəs xibrə əhlidir. Yəni öz işin biləndir, ona xəbərdardır. Ona deyərlər xəbir ərəb dilində. Latif də inşallah gələcək. Allahın bu adlarını elə bu məqsədim budur da. Quranda Allah ki özünü adlandırır, məsələn Latif, xəbir və s. bu adlar vasitəsilə Allahı tanımağın yolu.